Yollar, uzun uzadı yollar. Hər birinin sinəsində gör nə qədər ləpir var. Hər kəs bir iz salıb orada. Təhcə uzaq deyil ki, həm də tozlu, torpaqlıdır. Amma hər addımı gör neçə insan taleyinin güzgüsüdür bu yolların. Hər yolçunun əksi var onlarda. Yollar aparır, yollar gətirir. Bir ucu başlanğıcdır, bir ucu sondur. Birdən nigaran başlayıb sevincək bitir. Bəzən bir addımı ümid, digəri qəmdir. Ara sıra da sevgi ilə yol alıb xoşbəxtliyi ünvan edir özünə. Orta məktəbi mən qurtardım. Bir ildə müəllim işlədim. Qanağamın birinci dəfə də məktəbə gedəndə görmüşəm. Ondan sonra da bunu sevmişdim. Müəllim idi də nə, gəlib dərs deyir. Lap aşağı siniflərdə oxuyanlar. O da atamın adı deyildi. Atamın arada bir pis zadı vardı, məqsəd vardı da, ona görə. Da mən də atamın sözünü yerə eləmədim da gördüm atam məni başqasına verir. Mən də buna söz verdim, getdim. Allah'a şükür hər cəhətimiz yaxşı oldu, gözəl oldu, dolanışımız oldu onunla. Qaynatam oldu, qaynənəm oldu, qaynlarım oldu, baldızlarım oldu, gözəl həyatlar keçirdik. Qaynatam da dalımızdan düşdü, bizim yolumuzu belə düşmüşdü. Onu da səs saldılar, dedilər beləcə apardılar. O tərsinə getdi, biz də beləsinə getdik. Tapa bilmədi bizi. Mir Abdullaoğlu Həsən vardı. Sovet sədri katib işləyirdi, onun evinə apardı. Ondan sonra da bu da düşdü hökumətə.
Hökumətə gedəndən sonra bunlar Sovet sədrdə mən tərəf oldu, partkomda mən tərəf oldu. Rəhmətli o partkomun anası vardı, yaxşı, gözəl bir qadındı, o da biz tərəf oldu. Nəysə bunların hamısı zorladı ki, bunu gözü çağırdı üzləşməyə, qoymadılar. Onlar imkan vermədi, bunu çıxartmadılar bizə. Və nəysə ondan da qutardı, iş çıxdı, getdi. O bizdən hayfını çıxmağa gələndə də əli hər yerdən üzüləndən sonra bunu da güya yaxın adamları bunu örgədirlər, get mal heyvanını qırcın, bunu. Rəhmətli atam da, anam deyir ki, heyvanı dama doldur, qapısını qıfırlar. Atam deyir, yox, deyir, qoy. Gələrlər, heyvan da apararlar, qoy acığın heyvanla alsın, nə edirsən? Nəysə bu heyvanı gecə gəlib yığanda anam deyir ki, o heyvan aparırlar, deyir, kiri, dinlə, qoy aparsınlar. Heyvanı yığır, aparır. Yolda gəldikcə bir başını orada vurur, burada vurur, kəsir, qırır heyvanı. Nəysə heç beləliklə də getdi, sabah açıldı, açılır. Baxırlar qapıda heyvan yox, aparıb dəstələyib, qırıb, orada burada kəsir. Sonra da qayıtıb bizdə nəysə neçə adamlar göndərdik barışmağa, ona da barışmadı. Qaynatam ürkək toy eləyib bizə, gəlini paltarda geymişik, mələkə də yığıb, ona toy eləyib. Amma mənzil uzaq, yol çətin. Bir yol boyunca yol yoldaşı yalnız sevinc olan kim var ki? Qəribədir ki, beləsi heç nağıllarda da yazılmayıb. Çünki nağılları da insanlar yazır, görüb götürən insan. Rüstəm kişi ilə Qızbəs ananın da bu ömür yolunda hədəflənməmiş o qədər yol çıxdı ki qarşılarına. Bir-birindən kədərli, bir-birindən gözlənilməz. Ömrümə nə qədər küləklər əsir, sonuncu saralan yarpağım sənsən. Bu xəzan ömrümə qənim kəsilir. Bu xəzan ömrümə qənim kəsilir. Bir ümid duyğulu ortağım sənsən. Ey nələr gəlmədi başıma mənim. Nələr gəlmədi başıma mənim. Heç kim acımadı yaşıma mənim. Heç nə yazılmasın. Heç nə yazılmasın daşıma mənim. Qoynunda yatacaq torpağım sənsən. Mənə sirdaşdan da Mənə sirdaşdan da sən yaxın oldun. Həzin nəğmə kimi qəlbimə doldun. Nə tez xəzən vurdun, saraldın, soldun. Ömrümə nur saçan çırağım sənsən. Biri qaşqınlıq yoluydu. Özü ilə qanqada min bir bəla gətirdi. Günəşi görünməz, istisi cəhənnəm, sərini sazaq oldu bu yolun.
Şirini acı, duzlusu zəhər daddı bu illərin. Qisməti göz yaşı, görüb görəcəyi hafizələrdəki xatirələr. Amma bir ucu yenə də ümid, bu ümidə sarılıb, ellə gələn qara gün toy bayramdı dedilər. Ayak kederdi saçlarıma düzülen. Ak kederdi saçlarıma düzülen. Olmaz mente gel yardan üzülen. Bu evdə də bir müddətcə gün keçirdi xeyli. Gəldik ki, çıxdıq bax buraya. Burada da vəziyyətimiz yaxşı olmadı. Yavaş getdikcə vəziyyət pisləşdi. Benim bir dostum vardı burada Gəncədə. Dedi bu obşiteli verəcəklər Gəncə qaşqınlarına. Gel orada neçə ailen varsa onun hamısına ev tuturdu. Geldim burada komendantın üstüne. Getdim verdim 12 ev verdim ona burada. Bunlar da azmış hələ. Bu da son deyilmiş. Məzar yolunu getməkdə varmış Rüstəm kişinin qismətində, qız bəsananın vaxtında. Son mənzili övladlarının çiynində, onların göz yaşları ilə getməyə arzu etsələr də, bugün qızlarının ziyarətinə gedirlər onun son mənzilində. Gözləri yaşlı, ürəkləri dağlı. Hələ ki kəsişməyən bir yol var qarşıda. Qarşılarına çıxmır. Yalnız yuxularda qovuşurlar ona. Yenə birlikdə, sevinə-sevinə düşürlər bu yuxularında gördükləri vətən yoluna. Amma bir nigaran ana ürəyi, bir xiffətli ata düşüncəsi hey xəyaldadır. Bir gün vətəndə həsrətini çəkdikləri vətənə qayıdacaqlar. Amma bu vətənin qoynunda qoyduqları bu əmanəti kimə tapşıracaq? Rüstəm kişi ilə qız bəsana. Yolların yaddaşı daha güclü, daha möhkəmdir. Nə zamansa keçdiyin bir yol, gördüyü hər şeyi öz üzünə həkk edir. Əgər sən xatırlamaq istəsən, o yoldan bir də keçərsən. Sənə verməyə çox şey tapar. Rüstəm kişi ilə qız bəsana isə yarım əsrdə çoxdan gerdə qoymuş bu yolda elə şeylər yaşadılar ki, hələ də özlərini elə oradaca hiss edirlər. Düz 65 il bundan əvvəl sevgi ilə başladıkları bu yol iki əli birləşdirdi.
bu iki əl böyük bir ailə yaratdı. Artdı, çoxaldı. Özünə yuva qurdu. Vətəndə vətənsiz oldu. Amma bir an belə bir-birini buraxmadı. Birgə çıxdıqları bu yolu beləcə gedirlər. Yolun sonunu görməsələr də.